Əsmə və Miran balamı bir gün evə yola salırıq. 2 ailəyə sevinç bəxş edirik. Bizim gözəl qızımız Fatimoçka nəhayət ki ana olub. Qızımız 15 il düz gəlirdi yanıma, amma menstrual siklına görə, hormonal problemlərinə görə müalicə elirdik. Elə qız vaxtından sonra toydan əvvəl, ailə qurmamışdan əvvəl qeyd eləmək istəyirəm ki, hal-hazırda qızımızın Mamoçkanın 39 yaşı oldu. Ucu bir-birimizi biz o neçə illər tanıyırıq. 15 Onda il bəli. Doktor da cavan idi, Fatima da cavan idi. Axırıncı dəfə dekabrda gəldi və dedi ki, Elmira xanım mən ailə quraram. Təkrar yoxladıq. FSH hormonu çıxdı 15, antimüller 0,02 və yumurtalıqda 2-3 dənə cəmi folikul oldu. Ona baxmayaraq möcüzəvi doktorun əlləri bir resept yazdı, 2 resept, 1-2 resept. Və qızımız martda, dedim ki, martda gələsən testdən. Elə eyni də oldu. Həmləliklə gəldi. Həmləliyimiz çox çətin keçdi. İlk trimestrdə hematomamız var idi, düşük riskimiz var idi. Laxtalama problemi, zob problemi və sairə problemləri 30 həftəyə çatanda qeyd olundu UZI-dəki uşaqlıq boyunu təcili başladı kəskin qısalmaq. 1 santi idi cəmi. İlk dəfə santi yarım, sonra 32 həftədə oldu 1 santi. Başladıq müalicəmizi, qızımızı uzandırdıq xəstəxanaya. Demək olar elə 1 ay buradaydı. Şəkər çıxdı üzə və sairə problemlər, müalicələr, ciddi pəriz, yataq rejimi, daimi qızımız elə yataqdaydı. Şükürlər olsun. 38 həftəyə çatdıq və bizim Əsmə balamız bir gün dünyaya gəlib. 2 gün bundan əvvəl və bir gün evinə gedir. Çox sevinirik, çox xoşbəxtıq. Yüzümüz bir gün gülür. Çox sağ olun. Həkim, Allah razı olsun. Göydə Allaha yerdə sizə və Baku Medikal həyətin işçilərinə, həkimlərinə borcluyam ki, bu 1 ay ərzində mənə həqiqətən bir möcüzə yaratdılar ki, gözəl qızım dünyaya gəldi. Çox sağ olun. Bəli. Hamısına əlbəttə ki, sağ ol deyirik. Çox kömək elədilər. Diqqətlə baxırdılar sizə. Bəli. İnələr, dərmanlar və şükürlər olsun. Demək olar qızımız durmurdu heç. Bizim böyle prinses qızımız oldu. Gözümüz aydın olsun. Təbrik edirəm. İkinci qızım Miran balamızı da bir gün evə yola salırıq. Mamoçkamız riskli həmləlik keçirdi. Heç bir problemi yox idi. Sonsuzluq problemlərlə əlaqədar. Ona baxmayaraq axıra kimi çatdıq və balacamız qucağımızdadır. Sizi bir gün yola salırıq Aytaç xanım. Mamoçka gözünüz aydın olsun. Çox sağ olun. Sizə çox sağ olun. Təşəkkür edirəm. İnşallah hamıya qismət olar. Amin. Arzu edirik ki, bəli, hamısı belə qucaq dolu olsunlar, getsinlər evlərinə, sevinç bəxş etsinlər. Biz də gedirik yavaş-yavaş qızlarımın evlərinə. Təbriklər. Getdik. Getdik mənim balacalarımız gedirlər evlərinə. Bizlər təbrik edirəm. Sağ-salamat balaları böyüdəsiz. Çox sağ olun həkim. Bu mənim üçün möcüzə qızdır. Sizin sayənizdə qızım sağ-salamat dünyaya gəldi. Çox sağ olun. Xoşbəxt sağlam qızlardan olsun. Amin. Təbriklər. Çox sağ olun.